Bizim ustanı çəkir, deyir atacam TikToka, qohum əqrəbəyə göstərəcəm, davul ki, mən ondan qabaq çəkirəm. Bizim dostların bir dənə xasiyyəti var, kimsə ona baxsa, qızışır. Bax gör nə gedir, nə püskürdür. Dayanmadan səhərə qədər işləyir bu adam. Müştəri fikrini niyə dəyişdi? Səbəb bundan ibarət. Tal ölçüyü də demək olar çox zəif. Çox yerlərdən də su damır. Eşq olsun, izolyasiya qurun. Təşəkkür ederim. Sağ olun, minnətdaram. Saat artıq 3-ə qalır və biz işləri tamamlamaq üzrəyik. Bugünkü sifarişimiz Şirvandandır. Bəli, biz membran vururduq. Artıq membran işlərimiz tamamlanır və nə edirik? Poliuretan izolyasiya işlərini icra etməyə gedirik. Getdik. Artıq Qaradağ ərazisindəyik. Həm yağışla yanaşı probka da var. Deyəsən burada qəza olub. Allah kömək olsun. Yol polislərimiz sağ olsunlar. Yolda tıxacı aradan qaldırmağa çalışırlar. Gəlib çatdıq artıq iş başına. Yarımçıq membran işlərimiz qalmışdı. İnşallah bunu tamamlayıb keçirik poliuretan izolyasiya işinə. Hazırda Şirvanda bizim tərəfimizdən qeyri-standart mansarda membran işləri gedir. Bilirsiniz biz bura birbaşa da vura bilərdik, membranla da vura bilərdik. Birinci doğrusu müştəri ilə birbaşa danışmışdıq. Yəni məhsul birbaşa metal örtüyə vurulacaq. Amma fikrini sonradan müştəri dəyişdi. Müştəri fikrini niyə dəyişdi? Səbəb bundan ibarətdir ki, müştəri deyir ki, buranı mən tikmədim. Yəni buranı hazır vəziyyətdə almışam və metal örtüyü də demək olar çox zəif. Çox yerlərdən də su damır. Ona görə fikri var ki, gələcəkdə buranın dam örtüyünü restavrasiya etsin, yəni yeniləsin. Buna görədir, əgər dam gələcəkdə fikri var ki, müştərinin buranı yeniləsin, o zaman nə etməliyik? Artıq bizim fikrimiz və təklifimiz olmalıdır ki, müştəriyə membrandan vurulsun. Yəni, çünki membranla vurulanda siz metal örtüyü rahatlıqla dəyişiklik edə bilirsiniz. Amma əks təqdirdə isə siz gördüyünüz bu dam kimi olacaq. Görürsünüz, çəkirik metal örtükdən, izolyasiyadan qorxmur. Amma membran vurulsa rahatlıqla bu gördüyünüz videodakı kimi istənilən vaxtı metal örtüklə dəyişiklik edə bilirsiniz və əlavə xərcə də düşmür. Bizim ustanı çəkir, deyir atacam TikToka, qohum əqrəbəyə göstərəcəm, davul ki, mən ondan qabaq çəkirəm. Nəzarətə nəzarət. Bizim dostların bir dənə xasiyyəti var, kimsə ona baxsa, qızışır. Bax gör nə gedir, nə püskürdür. Dayanmadan səhərə qədər işləyir bu adam. Eşq olsun, izolyasiya qurun. Təşəkkür ederim. Sağ olun, minnətdaram. Bu hissələr açıq olduğu üçün birinci membranla bağlandı. Kənarlara xüsusi diqqət olunmalıdır. Görürsən köpük izolyasiya məhsulu ilə xüsusi bağlanır. Saat artıq 3-ə qalır və biz işləri tamamlamaq üzrəyik. Son tamamlanma işləri gedir hazırda. Saat 03:51 biz Şirvanda mansarda izolyasiya işlərini keçirmişdik. Allah. Sağ olun şah. Allah amanında. Təşəkkürlər. Var olun. Əl üz qolunuz var olun. Allah qazanca bərəkət versin. Xeyirli olsun. Xeyir işlərə görək. Yayımlamağa icazə versin də. Şad oldum sizin kimi. Təşəkkürlər. Biz də həqiqətən sizin kimi müştəri yox, biz dost qazandıq. Sağ olun. Yolunuzu yeməmişəm. Təşəkkür edirik. Sağ olun. Allah amanında gedər xeyir qalsın. Artıq Bakıya yola düşürük. Buranın qarnı qurulduyur. Deyəsən bunlar dükandan nəsə alacaqlar. Fəh, özləri salırlar dükana. Yaman dişin təliyək. Gəlib çatdıq Abşeron Ticarət Mərkəzindəki 114 izolyasiya qrup mağazamıza. Artıq məhsulları dükana təhvil veririk. Sizin sabahınız xeyir, bizim də gecəmiz xeyrə. Getdik yatmağa. Allahın xoşu gəlir, bəndəsini bir halda görsün ki, halal ruzu qazanmaq üçün zəhmət çəkir. Zəhmət çəkir, özünü ora-bura vurur. O halda bəndəsini görməkdən xoşu gəlir. O ana xüsusi məhəbbəti var, o cür görmək istəyir. Sevə-sevə baxır. Allah sevə-sevə baxır deyəndə, yəni nə qədər nemət verir.